Onda başlayaq. Notion. Bu bizim tapşırıqlarımız olacaq. Hə. Bu bizim tapşırıqlarımızdır. Ən sona gəlmişik biz. Hansı ki, buradakı case'lər, real layihələr. Sizin 1, 2, 3, 4, 5, 6 dənə ümumi tapşırığınız var. Mənim səsim gəlir, hə? Nərmin xanım, siz paylaşmışsınız ekranı, məndə görünmür. Sorry. Paylaşmamışam. Hə. Görünür indi. Hə. 6 dənə layihədir. Hansını istəsəz, bunu birini seçib, daha doğrusu burada da var ki 8 dənə. Hansını istəsəz 2 dənə 2 dənə olmaqla 4 nəfərik də biz. Hərəniz 2 dənə 2 dənə götürüb işləyə bilərsiniz. Problem deyil, bir-birinizin tapşırığında işləyə bilərsiniz. Prosta kimin hansı layihəni götürsə yazar qrupa. Görün, yəni kaydı başlatmışam mən. Getməz. Hə, gedir. Hə, deməli burada gözlənilən nədir? Əsas mənə lazım olan dokument formatı, baxın, budur. PDF-də göstərim. Business Requirements Document, BRD. Bunları müxtəlif versiyalarda yaza bilərsiniz. Belə də yaza bilərsiniz. Baxın, görün necə uyğundur. Dokumentin ilk birinci sətrində dokumentin adı olmalıdır mütləq şəkildə, yəni BRD və yaxud layihənin adı olmalıdır title-la. Title-ın subtitle-ında layihənin adı, tarix, versiya hazırlayan. Bu şəkildə yazırsınız. Yəni layihənin adı nəyi seçmisinizsə o, tarix, cari tarix, versiya, yəni dokumentin ilkin versiyası olur. Yəni birinci versiya, ikinci versiya ola bilər, orada nəsə xırda dəyişikliklər olur, versiyası dəyişirik. Yazırıq ki, tutaq ki, mən məsəl üçün belə deyim sizə, versiya nədir? Deyək ki, məsəl üçün ssenari dəyişdi. Burada belə olmalı deyil. Bir dənə xırda dəyişiklik, düzdürmü? Mən təzədən oturub dokumentasiya yazmıram. Gəlirəm, burada yazıram versiya 1.1, 1.2, 1.3. Belə nömrəliyə dokumentin üstündən dəyişirəm. Bunu Confluence-da eləyirlər. Yəni, o da belə Word formatı kimi bir proqramdır. Biz keçmişdik onu. Confluence-da biz yazırıq. Baxın, ilk öncə assumptionlar olub, yəni fərziyyələr. Deyirik ki, fərziyyələrimizi yazırıq, yəni nə ola bilər o? Risk and assumptions gedir ən çox bu bölmənin adı. Yəni risklər və fərziyyələr. Bu nə deməkdir? Siz analiz edirsiniz bir layihəni, görürsünüz ki, orada müəyyən bir risklər var. Hansı ki, məsəl üçün deyirsiniz ki, biz bu yolla texniki implementasiya eləsək, tutaq ki, müştərinin 2 dəfə pulu çıxa bilər. Məsəl üçün, bu riskdir də, düzdürmü? Bu riski qeyd eləyirsiniz. Və yaxud fərziyyələr. Görürsünüz, Visa və Insurance üçün ayrı payment transaction ID mövcuddur. Insurance policy, insurance yalnız Visa success olda trigger olunur. Bunlar fərziyyələrdir. Belə. Burada to be flow və status model çəkmişik. Görürsünüz, to be flow-nu notasiyalara uyğun olaraq çəkmişik. Hansı ki, nədən sonra necə olacaq, başlanğıcı, bitməsi və s. Burada göstəririk. Bu hissədə. To be flow happy pass. Görürsünüz, Visa success, insurance success. Məsəl üçün, mənim dokumentasiyam Visa və sığortaydı. Deyirəm ki, Visa uğurlu və sığorta uğurlu halda müştəri e-Visa portalda checkout daxil olur. Step 1 məlumatlar görür. Sonra insurance status offered olur. Checkout ekranında add travel insurance optionu göstərilir. Müştəri insurance seçir. Status selected olur. Sistem 2 ayrı order yaradır. Visa order ID, insurance and order ID.
Müştəri viza ödənişini edir, viza payment callback edir. Bax, bu stepləri var. Mən hamısını bunu sözlə yazmışam. Bu happy pass'dir. Final statusu yazmışam. Fail ssenari A. Yəni ki, uğursuz ssenari. UI-da hansı mesaj çıxacaq, niyə uğursuz olacaq, hamısını yazmışam. Uğursuz ssenari B necə olacaq, sistemin davranışı burada nədir və final status nə olacaq? Və fail ssenari C necə olacaq, hansı cür olacaq və sonuncu status final, status valid, cancel olacaq. Core insurance statusları nədir? Offered, selected, payment pending göstərmişəm ki, statusları nələr ola bilər. Visa statusları nələrdir? Checkout mərhələsi, payment mərhələsi, dependency logic critical, hardan asılılıq ola bilər? Cancel logic, terminal status, audit log nöqtələri ki, harda loqlanmalıdır və visa payment callback received, event visa payment callback, insurance payment callback received. Burada göstərmişəm. User stories acceptance kriteriyanı göstərmişəm. Hansı AC-lər var? Görürsünüz, given when then yadınızdadır da bunlar keçmişdik. Hansı user storylər var? Mən o user storylərə bölmüşəm. Sonra burada yazıram impact risk analysis. Dəqiqə qəbul edeyim. Salam Orxan bəy. Salam. Bir də təkrar edeyim, deməli biz bunlara baxırıq. Hansı ki, siz 2 dənə layihə verəcəksiniz dərsin sonunda. Mən o layihənin hansı formatda yazılmasını başa salıram Məhəmməd bəyə. Gəlin də başdan keçək üstündən. Deməli dedik ki, BRD yazırıq biz. Business Requirements Document. Business Requirements Document nədir? Layihənin adını qeyd edirik, tarixini yazırıq, versiyasını yazırıq. Versiya nədir? Ola bilər ki, girim mən burada bir dənə ssenaride bu hissədə dəyişiklik eləyim. O, mən demək deyil ki, sıfırdan dokumentasiya yazacağam. O deməkdir ki, mən versiyanı 1, 1.1, 1.2, 1.3 kimi və s. versiyalayıb mən davam eləyəcəm. Hazırlayanda öz adımızı yazırıq. Assumptionlar, fərziyyələr, iddialar, belə deyim. İddialar nədir? Hamısını burada göstəririk. Sonra to be flow-nu çəkirik. Hər şeyi bir-bir qeyd edirik. Mən burada to be flow-nu çəkmişəm. BPM-in 2.0 notasiyasına uyğun. Sonra to be flow çəkirik. Happy pass-ini izah edirik. Yəni bu mənim öz layihəmə uyğundur. Mən yazmışam ki, vizadan uğurlu, insurancedan uğurlu aldıqda hansı hallarda to be flow-su happy pass sayılır. Ondan sonra negativ case-ləri yazmışam. Hansı ki, fail ssenari A yazmışam, fail ssenari B yazmışam və sistemi necə görürəm onu yazmışam və əsas statusları yazmışam, qeyd eləmişəm, checkout mərhələsi. Burada gördükləriniz hamısı yuxarıdakı flow-nun bir sözlə təsviridir. Audit log nöqtələri. Audit log nöqtələri, yəni nəyi loqlamalıyıq, hansı hissələrdə loqlanma ehtiyacı duyulur, onu yazmışıq. Ondan sonra user stories və acceptance kriteriyaları yazırıq. US01, hansı ki user storyləri biz yazmağa keçmişdik. Mən görürsünüz user story-ni yazmışam, acceptance kriteriyalarını yazmışam. AC1, AC2, AC3, AC4. Given when then tərzində. User story 2, payment və policy issuance. User story nə? Happy pass processing yazmışam. Policy issuance logging. Məsəl üçün bu mənim öz, yenə deyirəm, layihəmə uyğundur. UAT mərhələsi üçün functional test case-lər yazmışam. Hansı ki testlər olunmalıdır. Necə olun? Negativ test case-lər yazmışam. Audit reconciliation test yazmışam. Impact və risk analizislərində nə yazmışam? Sistemin təsiri hardadır? Harda risklər var? Və data model changes yazmışam ki, yəni hansı nə cür olmalıdır? Key risk və mitigation boşluqlar risk bir asynkron callback delay causing wrong status deyir. Asynkron bir callback mexanizmi gecikə bilər və s. Bunu da yazmışıq NFR kimi, yəni key risk və mitigationda. Bu mənim sizə göstərəcəyim dokumentasiyadır. Müxtəlif dokumentasiya növləri var. Bu cür var.
Burada görürsünüz, özdə başlıqları ilə var. Ondan sonra bir dənə də başqa cür dokumentasiya növü göstərim sizə. Yəni bu dokumentasiyalar nisbidir. Hər şirkət bir cür dokumentasiya növü ilə işləyir. Mən sizə bütün dokumentasiya növləri ilə işləyə biləcəyiniz bütün toolları öyrətmişəm, keçmişəm dərslərdə. Yəni siz istənilən şirkətdə dokumentasiya yaza bilməyə hazırsınız. Yəni hazır olmalısınız, belə deyim. Bizim keçdiyimiz mövzularla. HR, yapı kredi. Mənim bir dənə də dokumentasiyam var idi, onu axtarıram. Aha. Budur deyəsən. Görürsünüz, bu tapşırıqdır, mənə verilib. Mən bunu işləmişəm. Aha, PDF. Yox, bu tədris formatıdır. Gözlüyüm, tapım onu. Hara getdik, çıxdıq biz. HR emanat. Support. Bu nədir? Bu da. Hə, tapdım. Bu da başqa bir sənəd növüdür. Hansı ki avtoprotokol üzrə avtoprotokol üzrə business requirement dokument hazırlanması. Məqsəd yazmışam, ssenari yazmışam, tələb olunan struktur, giriş, iştirakçılar, stakeholderlər, cari prosesin izahı, əziz, gələcək prosesin təsviri, to be, biznes tələbləri, istifadəçi ssenariləri, qrafik vizuallar, əlavə qiymətləndirmə, sual ssenarilər. Baxın, yazmağa başlamışam. Mən bir yerdə yazmışam, dokumentimin adı, layihənin adını yazmışam, versiyamı yazmışam, tariximi yazmışam və hazırlayın. Giriş. Layihənin məqsədi nədir? Yəni bunun biz qatacağı biznes dəyəri nədir? Biz niyə eləyirik? Məqsəd hissəsində onu yazırıq. Kontekstin izahı. Yəni hal-hazırda nə kimi problemlər var? Biz bunu edərək nəyi aradan qaldırmaq istəyirik? Onu qeyd eləmişik. İştirakçılar və stakeholderlər. Burada stakeholderlərin listini yazmışam. İstifadəçi tipləri, personalar, onları yazmışıq. Yəni ki, user olaraq kim hansı akseslə girəcək sistemə. Və cari prosesin izahı, əziz yazmışıq. Gələcək prosesin təsviri, to be yazmışıq. Ondan sonra çatışmazlıqları yazmışıq. To be prosesin təsvirini yazmışıq, biznes tələbləri yazmışıq, sistem axını, flow, qeyri-funksional tələbləri, ssenari bir tam razılıq, imtina halı və alternativ axınları qeyd eləmişik biz burada. Yəni bütün ssenarilər. Ana səhifə qrafik vizual hissəsini də yaza da bilərsiniz, yazmaya da bilərsiniz. Qrafik vizual hissəsində göstərmişik ki, necə olur. Mən bunu internetdən araşdırıb tapmışam ki, yəni belə bir application olsa, oradan hadisənin olduğu yeri seçəcək, sürəti və s. hadisələr də baş verir və bu da mənim IRC diaqramlarımdır ki, nəyə necə bağlı görürsünüz, yazmışam ki, hansı əlaqə, hadisə, avtomobil, sürücü, protokol, sığorta. Yəni bunu mən heç bir AI köməyi olmadan yazmışam. Bunu o vaxt yazmışdım. Sadəcə özüm araşdıraraq internetdə yazmışam.
Yəni sizdən gözləntim budur. Bu iki formatı da atacağam sizə. Yəni gözlədiyim formatlardır bunlar. Ki nə formatda gözləyirəm və sizin tapşırıqlarınızı da atacağam ki onu işləyəsiniz. Ümumilikdə tapşırığa dair nəsə sualınız varmı? Yoxdursa birini indidən verim, başlayın işləməyə mənim yanımda. Müəyyən qədər hissəyə gəlin, göstərin mənə. Mən sizə deyəcəm. Okey, işləyə bilirsiniz indi Word-də. Eşidirsiniz məni? Bəli. Nümunəyə əsasən daha sonra eləsəm olar, sizə atarım. Hə, olar, problem deyil. Mən Amma də eləyə bilmirəm ona görə. indidən elə başda, yəni gələn dərs tələb eləyəcəm mən. Oldu. Lazım deyil ha, hamısını yazıb mənə gətirəsiz. Müəyyən qədər hansı hissəni çatdıra bildiniz, amma mənə maraqlı odur ki, yəni yaxşı yazın. Eyb yox, 2 dənə belə deyim, bölmə yazın, amma düz yazın. Bir dənə bölmə yazın, amma düz yazın. Yəni araşdırılmış, hazırlanmış şəkildə yazın. Okeydir bu. Tamam. Mən bunu tapşırıqlar hissəsinə əlavə eləyəcəm. Nümunələri də əlavə eləyəcəm tapşırıqlar hissəsinə ya da qrupda atacağam. Bilmirəm tapşırıqlar hissəsinə əlavə eləyib. Mövzu özümüz seçirik yoxsa? Bax burada mən ekranı paylaşmışam. 8 dənə mövzu var. Hansını kim seçsə, hərə 2 dənəsini götürür. Başdan axıra qədər onu işləyəcəyik bu qalan dərslərimizin hamısında. Bu ikisini də işləməliyik. Hərə hansı ikisini götürürsə onu eləyin. Və yaxud mən bölüm sizə verim, bilmirəm. İndidən seçin. Siz ikisini Nərmin xanım seçəcək, ikisini Nərgiz xanım, ikisini də Məhəmməd bəy. Kiçik CRM sistemi nədir? CRM Customer Relationship Management sistemdir. Gəlin göstərim sizə. Bu call center'ın işlədiyi bir sistemdir. Gözləyin, CRM UI. Hə, burada dashboardlar olur, neçə dənə zəng gəlib, reportlar olur, müxtəlif hissələr olur. Yəni CRM bu şəkildə olur. Yəni best practice-də belə olur. Yəni CRM-in, yəni burada istifadəçilər olur. Məsələn, burada indi kart şəkli qoyub da, gəlin buradan göstərim sizə. Görürsüz, nə qədər satış olub, nə qədər nə bilim hadisə baş verib, tutaq ki, claim hadisələr, biller queue, subscription, health, yəni sağlamlığı, məsələn, şirkətin ümumi ölçümünü göstərir. Yəni bütün ümumi prosesləri şirkətin bu hissədə olur. Burada dashboardlar olur, müştəri bazaları olur, müştəri leadləri olur, sifarişlər olur, kimin nə kartı var. Əgər bankdırsa orada kartları, depozitləri, kreditləri olur. Sığortadırsa orada onun travel, səyahət, kasko, əmlak və digər sığortaları olur. Yəni ümumi müştəriyə aid nə varsa, belə deyim, müştərinin pasportudur şirkətdəki. Məsələn, deyək ki, X bir şirkətdir, audit şirkəti. Bunun CRM-i necə ola bilər? CRM-i hansı şirkətlərlə işləyirsə, onların dashboardları ola bilər. Orada ölçülə bilən hissələr ola bilər. Baxın, təsəvvürünüzdə belə canlandırın, yəni. Yəni hər bir layihəni götürəndə təsəvvürünüzdə ilkin olaraq canlandırın ki, siz bunu necə görürsünüz? Yəni oturub quru-quru yazmaqla deyil. Siz məsələn deyək ki, götürdünüz restoran rezervasiya sistemini. Bunu başlayın bir vərəqə yazın. Yəni bu yaradıcı bir işdir də, belə deyim, sizin təsəvvürünüzün məhsuludur. Siz bunu yazmalısınız, ilkin olaraq biznesini düşünməlisiniz ki, necə düşünürük bunu. Daha sonra onu texnikiyə implementasiya eləməlisiniz. Birinci biznesi düşünməsəz, texnikini siz yaza bilmərsiniz. Biznesi ilkin olaraq təsəvvürünüzə gətirirsiniz. Bir vərəqdə cızma qara eləyirsiniz. Axın necə olacaq onu düşünürsünüz. Sonra artıq mənim öyrətdiyim toolların qayda qanunlarına uyğun olaraq texniki implementasiya, texniki dokument yazılır. Yəni ilkin olaraq biz nə demişdik? Elicitation aparılır, düzdürmü? Elicitation-da nə edirdik? Gedirik stakeholderlərdən bir belə deyim, intervyu aparırıq. Məsəl üçün belə bir şey götürün. Yəni bir dənə dostunuzu və ya tanış adamınızı özünüzə stakeholder seçin. Ondan başlayın elicitation aparmağa. Dəftərlə, vərəqlə gedin yanına deyin. Deyin ki, sən belə bu filan şirkətdə tutaq ki, end user-sən də. End user nə idi? Son istifadəçi. Yəni bunu istifadə edənsən. Nələri istəyərdin? Bir o qeydləri aparın. Düşünün, o dostluğunuz sizin stakeholder'inizdir. Siz də özünüz IT BA-siz. Götürün elicitation-ınızı apardıqdan sonra gəlin elicitation notlarınızı yazın.
yazın Word-ə. Yəni elə bilin ki, bir şirkətdə işləyirsiniz. Mən də sizin belə deyim işlərinizi yoxluyuram. Şirkətdə işləyirsiniz və layihə götürmüsünüz. O layihədə məsələn gələn dərs belə bir tipli gedəcək ki, yəni siz nə işləmisiniz orada və necə aparmısınız araşdırmanızı. Yəni mən bu sualları sizə verəcəm intervyudakı kimi. Ki araşdırmanızı necə aparmısınız, necə işləmisiniz, nə soruşmusunuz, hansı sualları vermisiniz və bu dərinliyə qədər düşünmək lazımdır. Yəni analitik düşüncənizi inkişaf elətdirməlisiniz. Bir analitik olaraq. Götürün dostunuzu, ona suallar verin. 5 dənə, 10 dənə sual verin. O araşdırmanın nəticəsini yazın. Deyin, mən getdim, filan kəslə görüşdüm. Elə bilin ki, bir şirkətdəyik, iclas eləyirik. Bax, bu tipli gedək. Ondan sonra ondan bu istəkləri aldım. Gəldim, əziz flow'nu çəkdim ki, yəni indi cari vəziyyəti budur. To be flow'unu da çəkmişəm. Məsələn, ancaq flow çəkin, eybi yox. Yəni müəyyən bir hissə eləyin. Mən istəmirəm sizdən hamısını eləmək. Onsuz da önümüzdə dərslər var. 5 dərsə qədər biz bunun hamısını çatdıracağıq. Əsas odur ki, bir hissə eləsəz də o hissə keyfiyyətli olsun. Onu tam mənimsəmiş olun. Tam mənimsənilməyib 5 vərəq, 10 vərəq yazılan şey istəmirəm. Qısa, konkret, lakanik, məntiqli, analitik düşüncəyə malik olan fikirlərlə olsun. Yəni yazdığınız dokumentasiya. Mən indi bunları qrupa atım. Siz mənim dediyim qayda ilə işləyin. İşləyə bilirsinizsə burada işləyin. Mən gözləyirəm sizi. Yox, əgər özünüz işləyirsinizsə, okey, işləyin, elə gətirin, yoxlayın mən sizin tapşırığınızı. Hansını seçirsiniz buradan? İkincini. Aha, birini də seçin. Bir də restoran rezervasiya. Siz hansını seçirsiniz Məhəmməd bəy? 1 və 4. Restoran rezervasiya. Dəqiqə. Bir və 4. 1 və 4. Всё. Mən nümunəni atıram. Elə indidən başlayın işləməyə ki, gələn dərsə qədər çatdıra biləsiniz. Mənə sualınız varmı? İşləyə biləcəksiniz özünüz. Sınayaraq da, yoxlayaraq. Hə, yaxşı. Gələn dərs onda əyani olacaq.